Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Azbarit kimi dediyimiz ərazidə, yəni Cavad bəy Şıxlinski küçəsində, deməli 1,9 sot torpaqda 2 böyük otağı, 1 kiçik, deməli mətbəxi olan, yəni 3-4-ə bax belə bir həyət evi satılır. Hal-hazırda mən bu həyət evinin deməli üst tərəfində yerləşirəm. Haradakı əldamı var 4-ün 4-ə. Bax, bura deməli əldamıdır, bu cürdür, 1,9 sot torpaqdadır. Bura isə hamamıdır. Bax, hamamın hardasa 3-3-ədir. Bax, bu cürdür. İndi isə deməli mən sizə deməli bax bu ərazini göstərirəm, zonanın. Yuxarıda gördüyünüz kimi 2 tonluq su bakı var. Stil sistemi 2 minutkadır. Bura isə navisin alt hissəsidir. Qiyməti 39.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, bu məhliyə deməli azad halda svobodno maşın daxil olur. Demək olar ki, hardasa minimum 2, maksimum 3 sovet maşınlar daxil ola bilər. Yəni böyük bir darvazası var. Bura isə navisin alt hissəsidir. Sənədi çıxarışdır. Açsan xidmətdə alqı-satqıya gedən sənəddir. Texpasportda 78-ci il göstərilib. Yəni bu o deməkdir ki, bu həyət evi ipotekaya yararlıdır. İndi isə mən sizə deməli navisin alt hissəsini göstərirəm. Eyni zamanda darvazadan giriş hissəsini görmək mümkündür. Bundan başqa onu da deyim ki, yəni Azbarit kimi dediyimiz ərazi Safxoz Nizaminin qurğunundan aşağı tərəfdir. Yəni dəmir yolun alt hissəsi. Buraya çox yaxınlıqdan 4 və 33 nömrəli marşrutlar işləyir. Eyni zamanda Safxozun qurğunundan işləyən marşrutlardır. Bax, bu əraziyə yaxın. Bura mətbəxidir. Həmin dediyim mətbəx 3-4-dədir. Polu taxtadır, möhkəm materialdır. Bura isə deməli 5-in 5-ədir. Bax, bu otaq 5-in 5-ədir. Qarşıda isə ikinci otaqdır. Qiymətin 39.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bura isə deməli ikinci otaqdır. Bax, gördüyünüz kimi kör otaq yoxdur. Yəni hər bir otağın öz pəncərəsi var. Bax belə sizlərə uğurlar.